Yay fəslinin gəlişi ilə istirahət və səyahət planları da aktuallaşır. Azərbaycanda həm yerli sakinlər, həm də ölkəmizə gələn turistlər isti günlərdə dincəlmək və təbiətin gözəlliklərindən zövq almaq üçün müxtəlif bölgələrə üst tuturlar. Xəzər dənizinin sahilindən tutmuş dağlıq rayonların sərin yaylaqlarına qədər ölkəmiz yay turizmi baxımından olduqca zəngin imkanlara malikdir. Bəs insanlar daha çox hansı bölgələrə üstünlük verir? Regionlara, xüsusən də işğaldan azad olunmuş ərazilərə daha çox tələbat var. Bugünkü gündə yeni qərara əsasən işğaldan azad olunmuş ərazilərimizə portal vasitəsilə gediş-gəlişin daha da genişləndirilməsi üçün qərar qəbul olundu və bu o deməkdir ki, artıq bu il işğaldan azad olunmuş ərazilərimizə daha çox böyük sayda turist gedəcək. Mən hesab edirəm ki, yəni digər bölgələrimizə də axın çoxalacaq. Amma Qarabağ bölgəsində yerləşmə sayı da çoxalmalıdır. Turizm üzrə ekspert Rəhman Quliyevon da bildirib ki, digər rayonlarımızla bərabər yol yaxın olduğu üçün şimal bölgəsinə də hər zaman tələbat var. Qiymətlərə gəldikdə isə Şəki, Qaxsaqa, Balakən, İsmayıllı bölgəsində 4 ulduz otellər 60-100 manat, 5 ulduz otellər isə 100-200 manat aralığında dəyişən qiymətlər mövcuddur. Burada 2 nəfər qalmaq, səhər yeməyi daxildir. Cənub bölgəsində Lerik, Astara, Yardımlı, Lənkəran, Masallı istiqamətində 4 ulduz otellər 60-80 manat, 5 ulduz otellər 80-150 manat arasında dəyişir. Burada da yenə 2 nəfər qalma və səhər yeməyi daxil. İşğaldan azad olunmuş ərazilərimizdə Xan kəndində 4 ulduz otellər 100-120 manat, 5 ulduz otellər 120-200 manat arasında dəyişən qiymətlər mövcuddur. Qiymətlər mövsümə, yerləşməyə və təqdim olunan xidmətlərə görə dəyişir. Əsas məsələ rahatlıq və istirahətin keyfiyyətidir. Leyla Səməndər, Yeni Azərbaycan TV.